Amma deyir, canım ağrıyır. Var belə insanlarda, ayağı ağrıyır, yaxşı yata bilmirəm deyir, yeməyim o deyil, dizlərim ağrıyır, adamlar deyir, boynum qırılır, adamlar deyir ki, döyüblər məni, əzilmişəm. Bax, sırf belə ağrılarla bağlı, doktor, nə deyə bilərsiniz? Samit bəy, bu ən çox sinir sisteminə bağlı olur. İnsanlar yorğun olurlar, dərin yuxu yata bilmirlər. Dərin yuxu yatmayanda o xoşbəxtlik hormonu ifraz olunmur. Gec yatırlar insanlar, saat 2-dən sonra yatırlar. Bu hormonda axşam saat 10-dan 2 arasında... Yuxu gəlmir də, yata bilmirlər. Yox, yuxu gəlmir, yox. Yuxu 12-yə qədər kim uzanıb yatsa gələr. 12-dən sonra uzanıb yatanda yuxu gəlmir. Çünki insanın yenə də deyirəm, xoşbəxtlik hormonu axşam saat 10, mən demirəm ya, yapın alimləridir. Ondan 2 arasındadır. Bizdə də insanlar əvvəl 2-yə qədər, 1-də 2-də yatırdı, indi maşallah 2-də keçirlər, 3-də 4-də, səhər deyir 12-yə qədər yatdım. Sən 24 saat yat, heç bir xeyri yoxdur. Yenə yorğun olacaqsan, yenə halsız olacaqsan, yenə yatmamış kimi olacaqsan. Çalışın 12-yə qədər yatın. Mən xüsusilə mənim yanıma gələn əsəb xəstələrinə, panik atak olanlara, nevroloji xəstəliyi olanlara, migren xəstəliklərinə baş ağrısı, hamısına deyirəm ki, 12-yə qədər yatın. Yata bilməməyin səbəbləri olur. Yatmaq üçün nə etmək lazımdır? Yatmaq üçün axşam sən 1 saat, saat yarım, 10 kilometr sürətlə yeri, 10 olmasın 5 olsun, 7 olsun, yorul. Orqanizm tələb edəcək. Təmiz havada Özünü yormalısan. Özünü yormalısan. Bugün insanlar kompüter arxasındadır. Bugün insanlar telefondadır və saatlarla, maşında saatlarla otururlar məclisdə, səsdə, küydə. Və o qədər beyninə informasiya daxil olur ki, həmin sosial şəbəkələrdən. Bunları qarışdırırsan, bir də görürsən, yuxuda kimsə boğur səni, qışqırır, durursan, keşkin yox. Deyirsən, Allah, sənə şükür, nə yaxşı bu yuxuymuş. Yəni, dərin yuxu yatmaq istəyən adam axşam erkən qidalanar. Yatmazdan bir 4-5 saat, yəni axşam ən gecə 7-də yeyər. Sən də sənətiniz elədir, gecə 12-də gəlib, 1-də 2-də gəlib yeyirsiniz. Təbii ki, elə yeyən adamın yuxusu olmaz. Yorğun olursunuz. Yenə deyirəm, gələndə yenə də baxırsınız ki, görün mənim kimlər nə yazıb, nə qiymət verib. Ona görə də ancaq axşam saat 8-də, 9-dan sonra sosial şəbəkəyə girmək olmaz, beyni yükləmək olmaz. Bundan başqa insanlar yeməkləri qatırlar, köp əmələ gəlir, köp də qoymur yatmağa, rahat olmağa. Diafraqmanı qaldırır, ürək döyüntülərini artırır və nəticədə də insanların yuxusu qaçır.